Kanal izləyicilərini salamlayıram. Növbəti avtomobilimiz 20 gövdə Prius'dur. Burada da ABS dəyişilib. Hal-hazırda hava salınır və kalibrovka prosesi gedir. Havanı aldıq. Sistemi resetlədik. İndi hal-hazırda kalibrovka gedir. Kalibrovka prosesi başlandı. İndi saniyələrin sonunda görəcəksiniz ki, bu işıqlar sönməlidir. İşığın sönməyi o deməkdir ki, kalibrovkamız müvəffəqiyyətlə başa çatdı. Görürsünüz. ABS-ə aid olan qısır kodlar getdi. Bu qırmızı brek. Bu çəkilirə yanır. Bu da söndü. Yəni bu qədər. Kimdə belə bir problem olsa müraciət eləyə bilər.